Değerli dinleyiciler, bugünden başlayarak, Ramazan ayının ilk gündən başlayarak çəkməyə başladığım bu derslerin ilk məqsədi MİQ və sertifikasiyaya hazırlaşan Azərbaycan dili ədəbiyyat və ibtidai sinif müəllimləridir. Yəni onlara dəstək olmaq. Bundan başqa bu abituriyentlər üçün də yararlıdır. Bilirik ki, MİQ və sertifikasiyada Azərbaycan dili suallarının yarısı mətnlə bağlı olur. Ümumiyyətlə, dil dərslərinin məqsədi qarşısındakına dili öyrətməkdir. Yəni, dinlədiyini və oxuduğunu anlatmağı bacarmaqdır. Yəni, hər bir dil bilən şəxs onun qrammatik qaydalarından daha çox oxuduğunu anlamalı, dinlədiyini anlamalı, fikrini yazılı və şifahi ifadə etməyi bacarmalıdır. Hələ ki, imtahanlarda şagirdlərdən və ya müəllimlərdən heç tələb olunmur fikrini şifahi və ya yazılı ifadə eləmək. Düzdür, müsabiqədə şifahi ifadə eləmək soruşulur, amma fikrini yazılı şəkildə ifadə etmək hələ ki müəllimlərdən soruşulmur. Şagirdlərdən qismən soruşulur. Yəni, şagirdlər açıq suallara yazılı cavablar verirlər. Bu dərsimizin məqsədi isə bizim xüsusilə dinləyib anlamanı və oxuyub anlamanı, daha doğrusu oxuyub anlamada müəllimlərə, şagirdlərə kömək eləmək. Bazarda MİQ və sertifikasiya mətnləri yox kimi. Yəni, elə bir vəsait yoxdur ki, müəllim orada çoxlu mətnlər görsün, işləsin, təcrübəsini artırsın, biliyini vərdiş səviyyəsinə keçirsin. Biz bilirik ki, bilmək, bacarmaq kifayət eləmir, həm də vərdişə keçirmək lazımdır ki, bilik olsun. Bu boşluğu nəzərə alaraq xüsusilə müəllimlərə dəstək olmaq üçün, həm ibtidai sinif müəllimlərinə, həm də Azərbaycan müəllimlərinə dəstək olmaq üçün düşündüm ki, Ramazan ayı boyu hər gün bir mətni həm dinləmə mətni şəklində, həm də oxuyub anlama şəklində müəllimlərə, cümlədən şagirdlərə təqdim edeyim. Dərsimi belə planlaşdırıram ki, əvvəlcə sualı sizin gözünüzün qarşısına gətirirəm, mətni özüm oxuyuram. Hər kəs çalışmalıdır ki, həm də dinlədiyini başa düşüb cavablandırsın. Mətni 2 dəfə səsləndirəcəyəm, sonra isə bir qədər azca gözləyib ki, müəllim sualı cavablandırsın və ya şagird sualı cavablandırsın. Bu dəfə mətni yazılı şəkildə ekrana gətirəcəyim ki, yəni oxuyub bu dəfə cavablandırsın. Ola bilsin ki, şifahi şəkildə dinləyərkən hansısa nüansları, məqamları nəzərdən qaçırırıq, amma yazılı şəkildə artıq qaçırmağa haqqımız yoxdur. Nəzərdən qaçırmağa haqqımız yoxdur. Hər bir mətnin cavabı növbəti videoda olacaq. Bunu da diqqətinizə çatdırmış olun. Yəni, bu dərsdəki sizə təqdim olunan mətnin cavabını sabah inşallah çəkəcəyim, dərsdə izah edəcəyim, həm də növbəti bir mətni təqdim edəcəyim. İndi mətni səsləndirirəm. Deməli, mətnə bu gördüyünüz sualı cavab vermək lazımdır. Mətni dinləməmişdən qabaq sözsüz ki, sualı diqqətlə oxumaq lazımdır. Mən sualı sizin üçün səsləndirirəm. Çünki burada ekranda durdu və yaxud mən səsləndirdim, çox da fərq etməz. Mətnə əsasən belə bir plan bəndi düşünülə bilməz. 1. Qurbağalardan dərman hazırlanması. 2. Amfibi canlılar. 3. Uçan qurbağalar. 4. Qurbağa zəhərinin faydası. İndi mətni sizin üçün 2 dəfə səsləndirəcəyəm. Sonra mətni sizə yazılı şəkildə ekrana gətirəcəyəm. Dərsimiz bitəcək. Siz sualı cavablandıracaqsınız. İnşallah sabah, yəni növbəti videoda bu videonu izləyərkən yəqin ki, gördünüz, MİQ və sertifikasiya mətnləri 1. Növbəti MİQ və sertifikasiya mətnləri 2-də 1-in cavabları olacaq. Qurbağalar, quyruqsuz iki həyatlılar ən müasir amfibilərdir. Onların bədənləri quruda tullanma, suda isə üzmə hərəkətlərinə uyğunlaşmışdır.
Hətta hündür ağac budaqlarından havaya tullanarkən barmaqlarını aralayaraq onların arasındakı pərdədən paraşüt kimi istifadə edənləri də var. Ən iri qurbağa Qərbi Amerikada yaşayan qolyafdır. Uzunluğu 32-35 sm, çəkisi 3,5 kiloqram olan bu qurbağa 8 metr uzunluğa hoppanır. Gödaşbaş qurbağa isə nəinki bütün qurbağalar, həm də bütün suda quruda yaşayanlar üçün ən balacadır. Uzunluğu cəmi 15 millimetrdir. Təbiətdə zəhərli qurbağalar da var. Halk təbabətində qurbağadan müalicə məqsədi ilə də istifadə edilir. Qurbağaların zob xəstəliyini sağaltdığına inanılır. Mətin budur. İkinci dəfə səsləndirirəm. Diqqətli olaq. Qurbağalar, quyruqsuz ikiyayaqlılar ən müasir amfibilərdir. Onların bədənləri quruda tullanma, suda isə üzmə hərəkətlərinə uyğunlaşmışdır. Hətta hündür ağac budaqlarından havaya tullanarkən barmaqlarını aralayaraq onların arasındakı pərdədən paraşüt kimi istifadə edənlər də var. Ən iri qurbağa Qərbi Amerikada yaşayan qolyafdır. Uzunluğu 32-35 sm, çəkisi 3,5 kiloqram olan bu qurbağa 8 metr uzunluğa hoppanır. Gödəkbaş qurbağa isə nəinki bütün qurbağalar, həm də bütün suda quruda yaşayanlar içində ən balacadır. Uzunluğu cəmi 15 millimetrdir. Təbiətdə zəhərli qurbağalar da var. Halk təbabətində qurbağadan müalicə məqsədi ilə də istifadə edilir. Qurbağaların zob xəstəliyini sağaltdığına inanılır. İndi sizə təxminən 1 dəqiqə kimi bir vaxt verim. Bəlkə də 1 dəqiqə kimi vaxt verməyə ehtiyac yoxdur. Siz videonu saxlayırsınız bu yerdə. Mətnin sualını cavablandırırsınız. Ondan sonra cavablandırdıqdan sonra mətnə yazılı şəkildə baxırsınız. İndi isə ekrana mətni yazılı şəkildə gətirirəm. Əgər sualı cavablandırmamısınızsa, mətnin sualını, yəni mətnin özünü yazılı şəkildə görmədən cavablandırın, sonra, yəni videonu saxlayın, sonra yazılı şəkildə ekrana gətirdiyim varianta baxın. Aha, bu da bizim mətnin yazılı şəkil. Siz şifahi şəkildə cavablandırmanızla yazılı şəkildə cavablandırmanız arasındakı fərqi də özünüz analiz edin. Nəyi diqqətə almadığınıza fikir verin. İndi isə mən videonu saxlayıram. İnşallah növbəti dərsimizdə bu testin, bu mətnin cavablarını sizin üçün izah edəcəyəm. Əgər sizə bir faydam toxundusa, mənim üçün nə mutlu. Diqqətinizə görə təşəkkür edirəm.